İnkişaf hərəkətdir, yuxarıya doğru qalxışdır. Görürsən, insan nə əcəb bu dünyada hər bir şeyin inkişafında düşünür, amma ruhunun inkişafında düşünmür. Allah insanın ruhunun inkişafında düşünür. Deyir, bu ay sənin ruhunun inkişafıdır. Bax, gör bu ayda inkişaf eləyəsən, yoxsa yerində durasan. İnsan hər gün düşünür, nə cür pul qazanım, nə cür inkişaf eləyim, nə cür biznesimi böyüdüm. Və bəzən insan düşünür ki, nə cür ruhumu inkişaf elətdirim. Onlar lazım və zəruridir. Amma ruhun inkişafı da ona paralel olmalıdır. Əgər paralel olmasa ruhun inkişafı bir tərəfli olur. O insana lazımlı xeyri bəxş eləmir. Lazımlı xeyir cisim və ruhun birlikdə hərəkətidir. Müqəddəs ay bizə bu hərəkəti bərabərləşdirmək istəyir. Müqəddəs ay bizə cəhd verir.